Çox sürücü bu suala səhv cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, bu şəraitdə hərəkət ardıcıllığı, yəni hərəkət növbəliyi necə olacaqdır? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, birinci qara avtomobil, ikinci avtobus, ən axırda YDM-dən çıxaraq sağa dönən qırmızı mini avtomobilin sürücüsü hərəkət edəcək. Biz isə hər zamanki kimi gəlin şəkli detallı incələyək. Şəkildə nə görürük? Nizamlanmayan yol ayrıcı görürük. Yəni svetofor və ya nizamlayıcı yoxdur. Bu yol ayrıcı nizamlanmayan yol ayrıcı hesab edilir və eyni əhəmiyyətli olmayan yolların kəsişməsindən əmələ gəlib. Yəni yolların biri ikinci dərəcəli yoldur, digəri isə kəskin yol isə baş yoldur. Ona görə eyni əhəmiyyətli olmayan yolların kəsişməsindən əmələ gələn yol ayrıcının biz keçilmə qaydasını bilməliyik. Diqqət edin, qara rəngli avtomobilin sürücüsünün qarşısında olan nişan birləşməsinə baxaq. Baş yol və baş yolun aşağısında baş yolun istiqamətləndirici lövhəciyi. Başqa sözlə desək, qara rəngli avtomobilin sürücüsü bu kəsişməyə baş yolla yaxınlaşıb. Ona görə qara rəngli avtomobilin sürücüsü birinci döndü, getdi. İkinci kim hərəkət eləyəcək? Avtobus. Niyə? Avtobus bu yol ayrıcına ikinci dərəcəli yolla yaxınlaşıb. Bəzi sürücülər düşünür ki, avtobusun sürücüsü sağına, yəni qırmızı avtomobilə yol verməlidir. Xeyr, yol verməli deyil. Maddə 1-in 9-cu bəndi, maddə 42-nin 4-cü hissəsinə görə bitişik ərazidən çıxan qırmızı avtomobilin sürücüsü YDM-dən çıxır, bitişik ərazidir. Kəsişdiyi yolda hərəkət edən bütün hərəkət iştirakçılarına, hətta piyadalara da yol verəcək. Ona görə avtobusun sürücüsü qırmızıya yol verməyəcək, ikinci hərəkət eləyəcək. Ən axırda qırmızı hərəkətini davam etdirəcək. Sağ olun, sizinlə mən Rza Məmmədov idi.